Axtardığınız modern evi tapmışam sizler için. Değerli izleyicilerim, hoş gördük herkesi. 590 bin manata sizlere 4 sotun içinde Mərdəkanda 250 kvadratlıq tam eşyalı olan evi təqdim edirəm. Gəlin buradan başlayaq. Burada gördüyünüz kimi maşın saxlaya biləcəyimiz yeri. Mən də evi hələ tam gəzməmişəm. Sizlərlə beraber gəzəcəyik. Sanitar qovşağı. Burada kombi sistemi, Wi-Fi'yi, kameraları burada quraşdırılıb. Ev tam monolit tikilidir. Birinci mərtəbə monolit, ikinci mərtəbə monolit, üçüncü mərtəbə damda monolit. Gözəl bir aba havası var. Evi tam dövr eləmək mümkündür. Hovuz, daşma tipli hovuzudur. Uzunluğu 8 metr, eni 4,5'dır. Orada da gördüğünüz kimi kameramız sizlere gösterdi. Umvalniki falan var. Burada barbeküsü var. Ya Allah. Üzr istəyirəm, səsim biraz batıb. Desən, yavaş yavaş xəstələnməyə doğru gedirəm. Üstümüzə sağlıq. Ya Allah, daxil olduq evimizə. Ayaqqabılarımızı çıxardaq. Kameramızı saxlamayaq. Qoy videomuz təbii olsun. Görün ne geçen yerdi maşallah. Allah olmayanlara kısmet eləsin. Mənim izləyicilərimin hər birinə belə gözəl evlərdə yaşamaq nəsib olsun inşallah. Burada böyük televizoru, altında kamini, burada hovuz mənzərəsi və zalın daxilində mətbəxi. Oy maşallah, bu nə boyu konsolordu? Neçə kvadratdır? Yani bu yüzlük değil, 100%. Burada da gördüğünüz kimi mətbəx mebelləri falan, avadanlıqları falan hamısı qoyulub. Qəşəngdə bir adası var burada. Burada dolablarını göstermek istəyirəm. Baxın, dolabın içində də kamera sistemini görə bilərsiniz. Burada görək nə var. Paltarlarınızı asa bilərsiniz. Bir dənə də qapı burada var. İstəyirəm evi tam ətraflı görəsiniz. Ay maşallah, maşallah. Divar içi sistem yığılıb, qəşəng. Əllərinizə sağlıq qardaş. Əla. Hər zaman dediyim kimi evlərinizi alanda mütləq və mütləq formada bu gözəlliklərə inanmayın. Mənə belə inanmayın. Yoxlatdırın evlərinizi alın. Gəl bu pilləkənimdən çək. Gör nə maraqlı pilləkən. Qalxaq ikinci mərtəbədə görüşərik. Gəlirsən gəl, elə gəl, gəl. Səsim də çıxmır, gəlsən gəl. İnanın səmimiyyətimə, yəni mən də sizlərlə bərabər bu evdə. Gördüm, qəşəngdir bu. O bir dənə Qara Oğlan kinosu var idi. O Kaleskada olan kişi gedir, şəkilə 100.000 dollar verir. Bu da deyir, nə var burada? Gecə əsəbləşir, bir də şəkil çəkir. Baha qiymətə satır onu. Ay maşallah. Halal olsun. Təmir mükəmməl. Düzdür. Zövqlər, rənglər fərqlidir. Hər bir fərqli zövqü var. Amma tam modern ev axtaranlar üçün əla bir fürsətdir. Burada heç bir şey gətirməyə ehtiyacımız yoxdur. Hamısı hazır. Hətta burada bir qəşəng maraqlı dolablar da yığıblar. Açıb sizlərə göstərmək istəyirəm. Bax. Bu necə başım çıxmır. Adama deyərlər başın çıxmır. Niyə qutdalayırsan? Xarab eləyəcəyiz. Deyəm bunu bağlayaq. Qapılar da qəşəng üzləyiblər. Fikir ver. Baxın, bunlar hamısı detaldır. Bunlara pul xərclənilir. Yəni evləri seçim eləyəndə bu şeylərə mütləq formada fikir verin. Qiymətləri torpaqlarına, yerlərinə görə dəyərləndirin. Onda inanıram ki, düzgün seçim eləyəcəksiniz. Burada da böyük bir balkonu. Üzbəyüzündə də qəşəng 2 mərtəbələr var idi. Və 3-cü yataq otağını göstərdim. Bəh, 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 bəh. Əla qardaş, əla. Hamam xalat. Dəsmalları.
Tamam gözəl. Buyurun, buyurun. Bu ışığı da yandıracağım. Qəşəng. Hə, dəyərli izləyicilərimiz, demək bu yataqdan da balkona çıxmaq olur. Gəldik bir videomuzun daha sonuna. 250 kvadratlıq, bax bu tam əşyalı ev 590 min manata satışa çıxıb. Yeri yola yaxın, mükəmməl bir evdir, almağa dəyər. İnşallah zənglərinizi gözləyirəm. Allah ruzunuzu bol, canınızı sağ eləsin. Görüşmək ümidi ilə, hələlik.